Salam yoldaşlar, mən eğitim təlimçisi Elvin Zayidov. Bugün sizinlə əmək hesablanması üzrə vergi və digər ödənişlərin hesablanması qaydasını göstərəcəm. Gəlin bir məsələ üzrə buna keçid eləyək. Bildiyiniz kimi, dövlət və qeyri-dövlət sektoru üzrə əməyin hesablanması zamanı fərqlər vardır. Birinci başlayaq dövlət sektoru üzrə. Burada qaydanı biz göstərmişik. Baxın, əməyin hesablanması zamanı vergi hesablanmaları bu şəkildə olur. Deməli, əməyin 2500 manatlıq hissəsindən 14%-dən, 2500 manatdan yuxarı olan hissəsindən isə 25%-dən vergi tutulması həyata keçirilir. MDS-in hesablanması isə işçinin əməyindən tutulan hissəsi 3%, müəssisə tərəfindən hesablanan hissəsi, müəssisə tərəfindən ödənilən hissəsi isə əməyin 22% miqdarını təşkil edir. İcbari tibbi sığorta isə burada hər iki qaydada istər müəssisə tərəfindən, istər əməyindən tutulan eyni qaydadadır. Yəni əməyin 8000 manatlıq hissəsinin 2%, digər qalan hissəsinin isə 0,5% miqdarında hesablanma həyata keçirilir. İşçinin sığorta da eyni qaydada, yəni müəssisə tərəfindən ödənilən və əmək hesablanan eyni qaydadadır. Yəni işçinin əmək haqqısının 0,5% miqdarında hesablama həyata keçirilir. Bu dövlət sektoru üzrədir. Gəlin bunu bir misal üzərindən göstərək. Deməli burada Dəmirli MMC-nin 2025-ci il iyun ayı üzrə əmək haqqı hesablanma ödəmə cədvəli üzrə işçilərimiz 3 nəfərdir və burada vəzifələri qeyd olunub və vəzifə maaşları bu şəkildədir. Həmin ay üzrə iş günlərinin sayı 17 gündür və amma faktiki də həmin gün sayı qədər işləyiblər. Burada əmək haqqı da, yəni faktiki işlədiyi günlərə görə eyni məbləğdə olacaqdır. Vəzifə maaşına eyni məbləğdə olacaqdır. Digər əgər ödənişləriniz varsa onu da buraya əlavə edə bilərsiniz. Cəmi gross, yəni hesablanan məbləğimiz bu qədərdir. Burada gəlir vergisi, biz hal-hazırda gəlir vergisini hesablayarkən, deməli əmək haqqının 2500 manatlıq hissəsindən 14%, yəni 2500 vurulsun 14% plus qalan hissəsi, yəni digər 2500 manatlıq hissəsindən isə cəmidən 2500 manat çıxıb vururuq 25%. Bu da bu şəkildə olacaqdır. Deməli, biz buradan hesabladıq ki, gəlir vergisi bu şəxs üzrə bu qədərdir. Sonra baxırıq ki, digər Mərdanlı ilkin üzrə də əmək haqqısı 3000 manatdır. Bu da eyni qaydada tətbiq olunacaq. 2500 manatlıq hissəsindən 14%, qalan hissəsindən isə 25% hesablanacaq. Amma Səmədov Dilarədə isə bu fərqli qaydadadır. Yəni 1000 manat əmək haqqı olduğuna görə 2500 manatlıq hissəsindən 14% olan hissəni həyata keçirəcəyik. Burada qayda dövlət müəssisələrində belə bir qayda var ki, vergi hesablanması zamanı verginin gəlirin 200 manatlıq hissəsi vergidən azaddır. Biz burada artıq nə etməliyik? Birinci qaydamız budur ki, əmək haqqının 1000 manatdan 200 manat çıxıb vururuq 14%. Yəni bu dövlət sektorunda olan işçilərə tətbiq olunan bir şeydir. Artıq burada gəlir vergisi nə qədər tutulmalıdır hesablandı. Keçdik məcburi dövlət sosial sığorta haqqının hesablanmasına. Burada da birbaşa olaraq əmək haqqının 3% miqdarında işçinin, yəni bu işçidən tutulan hissədir. İşçinin əmək haqqısının 3% miqdarında hesablama həyata keçirilir. Bunu hesablama etdik və bunu eyni düsturu hamısına tətbiq edirik. Çünki eyni vəziyyətdədir. Hamısı, bütün əmək haqqlardan 3% hesablama həyata keçirilir. İcbari tibbi sığortada bizdə bu əmək haqqlar 8000-ə qədər olduğuna görə birbaşa olaraq elə 2% hesablaya bilərik. Əmək haqqının 2% qədər hesablama həyata keçiriləcəkdir. Bu şəkildə hesablama həyata keçiririk. Hamısını tətbiq edirik bunu. Sonra keçdik işçidən sığortada elə əmək haqqının nə qədər olmasına asılı olmayaraq birbaşa olaraq 0,5% miqdarında hesablama həyata keçirilir. Bizdə də əmək haqqı, cəmi əmək haqqımız nə qədərdir? 5000-dir. Bunu 0,5% miqdarında hesablama həyata keçiririk. Bunu da həyata keçirdik. Cəmi tutulmamız bu qədərdir və yəni bunu Excel özü birbaşa hesablayır və net olaraq işçiyə ödənilməli lazım olan hissə bu qədərdir. İndi biz bundan sonraki hissə isə müəssisə özü öz hesabına nə qədər ödəyəcək? Bu işçinin əməyindən tutulan deyil. Özü öz hesabına nə qədər ödəyəcək? Bunu hesablamaq üçün birinci MDS hesablamalıyıq. MDS hesablanan əmək haqqının 22% miqdarında birbaşa hesablanır. Yəni başqa bir situasiya yoxdur burada. Birbaşa olaraq hamısını tətbiq edə bilərik. İcbari tibbi sığorta, baxın, biz sizə bir şey öyrədim, eynisidir. Yəni əməkdən tutulanla işçidən sığorta eyni qaydada həyata keçirilir. Yəni burada hesabladığımızın eynisini bura yaza bilərik. Bunu tətbiq edirik. İşçidən sığorta da eyni qaydada olduğu üçün elə buradakı məbləği də buraya yaza bilərik. Yəni eyni qaydada olacaq. Bu oldu bizim dövlət müəssisəsinin üzrə əmək haqqından hansı tutulmalar və hesablamalar həyata keçirildiyini bu şəkildə görə bilərik. Burada da biz aşağıda büdcə təsərrüfat kodu üzrə, yəni nə ödənişlər etməliyik? Baxın, əmək haqqı 6943 manat, gəlir vergisi bu qədər, MDS işçidən tutulan, müəssisə tərəfindən hesablanan, İTS işçidən tutulan, müəssisə tərəfindən hesablanan filan. Bunların hamısını burada ayrıca təyin eləmişik, özü hesablayır burada artıq.
Cədvəl üzrə özü hesablayır. Keçirik bundan sonraki hissə qeyri-dövlət sektoru üzrə. Qaydamız qeyri-dövlət sektoru üzrə biraz qarışıqdır. Deməli, gəlir vergisi işçinin əmək haqqısına hesablanandır. Burada 8.000-ə qədər 0%, 8.000-dən yuxarı isə 14%-dir. Məcburi dövlət sosial sığorta haqqı əmək haqqının 200 manatlıq hissəsinin 3%-i, qalan hissəsinin isə 10%-i bu işçinin əmək haqqısına tutulandır. Məcburi dövlət sosial sığorta haqqı müəssisə tərəfindən ödənilən isə 200 manatlıq hissənin 22%-i, 200 manatdan yuxarı olan hissənin 15%-i qədər hesablanır. İcbari tibbi sığorta və işçidən sığorta dövlətdə olduğu kimidir qayda. Bir burada gəlir vergisi, bir də ki MDS-də fərqlər var. Qalan qaydalar eynidir. Yəni indi buna əsasən də yenə də gələk. Təsəvvür edək ki, bu əmək haqqları yeni formadadır və burada hesablamamızı həyata keçirək. Burada gross əmək haqqlarımız bu qədərdir və digər ödənişlərimiz varsa onu da əlavə edə bilərik. Cəmi ödənişlərimiz bu olacaq və ona görə vergi və digər ödənişləri hesablayaq. Vergi bizdə əmək haqqı 5.000, ən maksimum 5.000 olduğuna görə, 8.000-ə qədər əmək haqqı olduğuna görə elə birbaşa olaraq 5.000-in, yəni əmək haqqların 0%-i qədər hesablaya bilərik. Elə 0 qədər hesabladığımıza görə də məbləğ elə 0 olacaq. Deməli, MDS hesablanması biraz müəssisə işçidən tutduğu fərqli formadadır. Yəni dövlətdəki kimi deyil. Burada 200 manatlıq hissənin 3%-i qədər hesablanır. Qalan hissənin, yəni əmək haqqıdan çıxırıq, yəni gross əmək haqqıdan çıxırıq 200 manatı vururuq 10%-ə. Qayda aşağıdakı kimidir. 10%-ə vururuq və hesablayırıq. Bu oldu bizim misali işçimizin əmək haqqısına tutulan MDS-dir. Qalanın da Excel bizə düstur özü verir. Yəni aşağı çəkib, yəni hamısına bunu tətbiq edə bilərik. Baxın, çəkəndə artıq özü hesablayır ki, nə qədərdir. İcbari tibbi sığorta, yəni qaydası bəsitdir, bayaqki kimidir elə. Yəni bu əmək haqqlar 8.000-ə qədər olduğuna görə elə birbaşa 2%-ə vura bilərik. Bunu hesablaya bilərik. Yəni buradakı da qaydamız eyni formada hamısına tətbiq olunacaq. İcbari işçidən sığorta da eyni qaydada gross əmək haqqının 0.5% miqdarında hesablanır və hamısına bunu tətbiq edə bilərik. Çəkirik aşağı və hesablama həyata keçirir. Cəmi tutulmamız burada bunların hamısının cəmidir. Və gross əmək haqqımızdan tutulmaları çıxdıqdan sonra qalan hissə bizim burada göstərilən məbləğ olacaq. Müəssisə tərəfindən hesablanan MDS, icbari tibbi sığorta, işçidən sığortaya gəlin baxaq. Burada MDS-ə birinci baxanda əmək haqqının 200 manatlıq hissəsinin 22%-i, qalan hissəni isə, yəni 5.000-dən biz burada çıxmalıyıq 200 manatı, vurmalıyıq 15%. Qaydamız belədir. Və bu formada da biz hamısına bunu tətbiq eləyəndə artıq burada hər biri üzrə nə qədər MDS hesablanmalıdır onu görürük. İcbari tibbi sığortada bayaqçı qayda burada da tətbiq oluna bilər. Yəni bizdə qayda eyni olduğuna görə eyni məbləği bura yaza bilərik. Əmək haqqından tutulandan müəssisə tərəfindən hesablanan eyni məbləğ olacaq. İşçidən sığorta da eyni qaydada, yəni əmək haqqından tutulanla müəssisə tərəfindən ödənilən də eyni qaydada olacaq və bu formada hesablaya bilərik. Yəni burada artıq biz öyrəndik ki, bu qədər əmək haqqı ödəməliyik. İşçinin əmək haqqısından tutularaq dövlətə ödənilənlər bunlardır və müəssisə öz tərəfindən ödənilənlər bunlardır. Yəni burada öyrənəcəyimiz bunlar oldu. Yəni bu qaydanı bütün hər yerdə tətbiq edə bilərsiniz. Bu hissəmiz bu qədər. Bugünkü videomuzda nə öyrəndik? Deməli, işçilərin əmək haqqısından hansı məcburi tutulmalar və müəssisə öz hesabına nələr ödəməlidir? Məcburi olaraq onları bugünkü dərsimizdə öyrəndik. Çox sağ olun. Növbəti videolarda görüşəndək.